Okey müəllimlər. Əslində need modal feili çox vacib bir modal feildir deyə düşünürəm. Təkcə need deməyək, həm də bunun içərisinə there modal feilini də qatacağam. Çünki hər ikisinin qaydası eyni qaydadır. Need və there. Hər ikisinin qaydası eynidir. Birinci növbədə need haqqında danışaq ki, needin mənası nə deməkdir? Lazım olmaq, ehtiyacı olmaq deməkdir. There nə deməkdir? There isə cürət etmək, cəsarət etmək deməkdir. Hər ikisinin qaydası bayaq dediyim kimi eynidir. Mən need üzərindən danışacağam, hamısını there'ın üzərinə də yükləyərsiniz. Yəni hər ikisinin qaydası eynidir. Need ilə bağlı danışaq müəllimlər. Dediyim kimi needin mənası nədir? Needin mənası ehtiyacı olmaq, lazımı olmaq deməkdir. Need həm əsas feildir, need həm modal verbdir. Və həm əsas feil kimi, həm də modal feil kimi xüsusiyyətləri tamamilə ayrıdır. Məndən sizə məsləhət, birinci növbədə modal feil kimi xüsusiyyətlərini öyrənin. Zaten geri qalanları əsas feil kimi xüsusiyyətlərinə aiddir. Modalı birinci əzbərləmək lazımdır. Deməli, modal feil kimi yalnız və yalnız bir zamanı var. Başqa bir zamanı yoxdur. Yalnız bir zamanda istifadə oluna bilir. Və biz bilməliyik ki, modal feil kimi nə needs ola bilir, nə keçmiş zamanda needed ola bilir, nə gələcəyi will need ola bilir, nə bitmiş ola bilir. Heç bir zaman formasında istifadə oluna bilmir. Yalnız needdir. S falan da qəbul edə bilməz. Və biz bilməliyik ki, need modal feili özündən sonra heç bir zaman to məstərini götürə bilmir. Yalnız özündən sonra çılpaq feilimiz gəlməlidir. I need go, misal üçün. Mənim getməyim lazımdır. Deməli, need modal feili yalnız özündən sonra bare infinitive tələb edir. Hansı ki, must-da olduğu kimi, can-də olduğu kimi, nə bilim, may-də olduğu kimi, yəni bütün modal feillər, ümumiyyətlə sizə bir dənə məsləhət verin müəllimlər, özündən sonra to-nu gətirə bilən modal feilləri əzbərləyin. Hansıdır ki, özündən sonra to-nu götürə bilir? Ought to-dur, misal üçün, özündən sonra to-nu götürə bilir. To be able to-dur, bir də have to-dur. Qalan heç bir modal feildən sonra to məstərini verə bilmirik. Eləcə də need modal feilindən sonra biz to məstərindən istifadə edə bilməyəcəyik. Və özündən sonra yalnız nə gəldi? Bare infinitive gəldi. Sual və inkarını nəyin vasitəsilə verdik? Elə özünün vasitəsilə verdik. Yəni ki, need keçdi qabağa, inkarında isə need not, yəni needed formasında yaratmış olduq. Bəs əsas feil kimi müəllimlər, əsas feil kimi bir dənə feil götürün. Tutaq ki, go feili deyək də, hamıya ən asandır go gəlir də. Go-nu necə şəxsə və zamana görə dəyişə bilirik? Go-nu goes eləyirik, went eləyirik, will go eləyirik, nə bilim, have gone eləyirik, has gone eləyirik, had gone eləyirik. Eləcə də need bir feildirsə, deməli bütün zamanlara görə dəyişə bilir. Yəni need needs ola bilir. Keçmiş zamanda needed ola bilir. Gələcəkdə will need ola bilir. Bitmişdə have needed, has needed, had needed ola bilir. Yəni şəxsə və zamana görə əlbəttə ki, dəyişə bilir. Bu arada bir dənə davam edici zamanda istifadə oluna bilmir. Çünki ehtiyacı olmaq link verbümüzdür, hərəkətsiz feildir. Hərəkətsiz feillərimizdə davam edici zamanda istifadə oluna bilmir müəllimlərimiz. Okey. Bəs özündən sonra nə gəlir? Əgər özündən sonra feil gələcəksə, o feilimiz to'lu feil olmalıdır. Need to go. Ya da ki, özündən sonra isim falan da gələ bilər. Misal üçün, need money. I need money. Mən pula ehtiyacım var. I need water. Mənim suya ehtiyacım var. Deməli, ya özündən sonra to'lu məstərimizi verəcəyik, modal feildən fərqli olaraq, ya da ki, özündən sonra isim falan gələcək. Bu arada özündən sonra ing də gələ bilir. Bu haqda da məlumat verəcəm. Özündən sonra ing gələrsə müəllimlər, məna olaraq passive meaning var. Misal üçün, this flower needs watering. Bu gülün sulanmağa ehtiyacı var. Bunu kimsə sulayacaq da. Deməli, need modal feil kimi to'suz işlənir.
isimsiz işlənir, amma əsas feil kimi özündən sonra to gələ bilər, ing gələ bilər, isim gələ bilər. Ing də gəlsə mənasında passive meaning olmuş olacaq. Bu dediyim qaydalarımızın hamısı eynilə their müdafiəli ilə feili üçün də keçərli hesab olunur müəllimlər. Bir şeylə bağlı da məlumat vermək istəyirəm. Bu arada yadımdan çıxmışdı. Ümumiyyətlə biz modal feillərimizi iki hissəyə bölürük. Həm bizim bu dədə-baba modal feillərimiz ki, əsli modal feillərimiz, bir də digərin adına biz semi-modal verblərimiz deyirik. Semi-modal verb. Nədir semi-modal verb? Yəni yarımçıq modal feillər. Həm modal feildir, həm də digər nitq hissəsidir. Məsəl üçün need həm əsas feildir, həm də modal feildir. Their həm əsas feildir, həm modal feildir. Nə bilim, used to həm modal feil kimi gedir bu arada. Dilimizdə artıq modal feil kimi istifadə edirik. Həm də use istifadə etmək deməkdir. Əsas feil kimi istifadə edirik. Yəni semi-modal verblə tutaq ki, əsli modal feillərimiz deyək, normal modal feillər. Bu arada onun adı yoxdur. Onu fərqləndirməyinin yolunu öyrənmiş olurlar. Okey. Davam eləyək müəllimlər. Davam eləyəcəm mən sizlə. Perfect tense form of modala. Gəlin yazaq. Çox vacibdir bu arada. Mütləq şəkildə bir sualınızdır müəllimlər. Diqqətli olun. Deməli, perfect tense form of modalı biz bəzi başlıqlara bölürük. Birinci başlığımızın adına biz deyirik deduction. Deməli, perfect tense form of modalı böldük bəzi başlıqlara. Bu başlığımızın birincisinin adı deduction'dır. Sənə deduction dedimsə mən, axtaracaqsan can't, axtaracaqsan couldn't və axtaracaqsan must və təbii ki, bunların qarşısına da have, verb 3. Can't have verb 3, couldn't have verb 3, must have verb 3. Bunların adına deduction deyirlər. Ümumiyyətlə deduction nədir? Deduction nəticə deməkdir. Demək, deduction nə demək oldu? Deduction nəticə demək oldu. Bunu bu arada bir şeylə də bağlı məlumat verim ki, perfect tense form of modalı sən qrammatik heç cür tapa bilməyəcəksən. Bunun yalnız bircə yolu var, o da tərcümədir. Sən bir cümləni tərcümə eləyə bilmirsənsə, ümumiyyətlə bu testin başını burax. Yəni sən bu mümkün deyil ki, qrammatik tapasan. Yəni bunun qrammatik yolu yoxdur. Yalnız tərcümə ilə tapılır. Cümləni tərcümə etməyimiz lazımdır. Və deduction nə oldu? Nəticə demək oldu. Must have verb 3, can't have verb 3, couldn't have verb 3. Bu arada fikir verin, can't-i can yazmamışam amma mən təsdiq formasında yox, yalnız inkar formasında yazmışam. İndi isə gəlin baxaq görək nəyi nəzərdə tuturam. Deməli müəllimlər, bir şeyin olduğuna əmin isə must have verb 3-dən istifadə edirik. Deməli, bir şeyin olduğuna əmin isə must have verb 3-dən istifadə edirik. Misal üçün, gəlirsiniz, baxırsınız ki, mənim çantam stolun üstündədir, telefonum da stolun üstündədir. Avtomatik olaraq nə deyirsiniz? Misalə, mən burada olmuş olmalıdır. Telefon bu stolun üstündəsə, mən özüm də buradayam da. Demək, mən burada olduğuma əmin oldunuz. Hardan əmin oldunuz? Necə öyrəndiniz? Telefonumun burada olmağından baxıb nəticə, yəni deduction, çıxartdınız ki, mən buradaymışam. Deməli, bir şeyin olduğuna əmin isə must have verb 3-dən istifadə edirik. Yox, olmadığına əmin isə can't have verb 3-dən, couldn't have verb 3-dən istifadə edəcəksiniz. Əzizlərim, xatırlatmaq istəyirəm ki, can't ilə couldn't arasında
heç bir fərq yoxdur. Mənə deməyin də kənd indiki couldn't keçmişdi. O kənd indiki couldn't keçmiş falan deyil. Bu bitmiş zamandır. İndikinin, bu kənin indiki couldn't keçmiş olduğu demək deyil. Bu cümlə, ümumiyyətlə bunlar bitmiş zamandır. Bitmiş zamanlarımızda olub qurtardığına görə keçmiş zamanla da uzlaşa bilir, gələcəklə də uzlaşa bilir. Nə bilim, ürəyinlə nə ilə istəyirsə uzlaşdırıb getsin. Xüsusən də keçmiş sadə zamanımızdan uzlaşır. Yəni burada keçmiş sadəni görüb deməyin də bu cümlə kəndlə ola bilməz. Yəni belə bir uzlaşma qaydası yoxdur. Zəhmət olmasa buna fikir verərsiniz. Okay. İndi müəllimlər belə bir Mənə verdi, üzr istəyirəm. Aycan Can't, couldn't olmadığını, plus have verb 3. Bir şeyin olmadığına əminiksə bunlardan istifadə edirik. Olmuş ola bilməz kimi tərcümə olunur. Bir də mən bir şey soruşa bilərəm. Aycan. Məsələn, couldn't eyni zamanda indiki zamanla da uzlaşa bilər də. Tutaq ki, Bəli. we couldn't. Bunun uzlaşmasının yəni mümkün deyil ki, yəni tapa biləsiniz. Yəni uzlaşma ilə tapıla biləcək qayda deyil. İndi isə cümlələr deyəcəm. Mən cümlələr yazıb həmin hissəni boş qoyacağam. Siz də tapacaqsınız. Deməli, when I got on the bus, I saw my phone wasn't in my bag. Deməli, tərcüməni siz özünüz eləyəcəksiniz. Mən tərcüməyə girişmirəm. Davamını yazıram. When I got on the bus, I saw my phone wasn't in my bag. It bula 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 bula. Bula bulasını siz tapacaqsınız. Because I called you at the bus stop. Must have olur mənim. Qorxdum ay müəllimlər. Couldn't. Okay. İndi davamını siz tapırsınız. İndi tərcümə edək müəllimlər. Deyir ki, mən nə zaman avtobusa mindim, mən gördüm ki, telefonum çantamın içində deyil. O falan şey olmalıdır və ya olmamalıdır evdə. Çünki mən avtobus dayanacağında sənə zəng eləmişəm. Demək, evdəymiş, yoxsa evdə deyilmiş. Couldn't. Bəli. Demək, mən buradan, bu arada imtahan sualıdır. Aşağı yuxarı cümlə belə idi. Mən Asnovkada olanda sənə zəng eləmişəmsə, bu o deməkdir ki, mən telefonumu evdə qoymamışam. Evdə qoysaydım necə telefondan zəng edə bilərdim ki sənə? Onda qoymamışam. Evdə qala bilməz tərcümə edirik. Bəli. Couldn't have və ya can't have də deyə bilərik. Bu arada müəllimlər, bunlar arasında heç bir fərq yoxdur. Can't have been, couldn't have been modal feilindən istifadə edəcəyik. İndi bu cümləni dəyişirəm. Deyirəm ki, nə zaman mən avtobusa mindim, gördüm ki, telefonum çantamda deyil. It bula at home. Misal üçün. Because, nə bilim, I saw it at the home. Mən onu gördüm evdə. İndi burada 14 dəqiqdə mən onu evdə görmüşəmsə, burada deməkdir ki, telefonumu artıq evdə qoymuşam. Demək, bir şeyin olduğuna əminiksə must have verb-dən, bunun isə inkarını isə can't have verb-dən və ya couldn't have verb-dən istifadə edirik. Deduction nə deməkdir? Deduction nəticə deməkdir. İndi deyəcəksiniz ki, burada nəticəlik nə var? Mən avtobus dayanacağında sənə zəng etməyimə baxıb
nəticə çıxardıram ki, deməli mənim telefonum evdə deyilmiş. Avtobus dayanacağında falan itirmişəm. Deməli, müəllimlər deduction nə deməkdir? Deduction nəticə deməkdir. Olduğuna əmin isə must have verb-dən, olmadığına əmin isə can have verb-dən və ya couldn't have verb-dən istifadə etdik. Can have verb-ilə could have verb arasında heç bir fərq yoxdur əzizlərim. Burada kentindəki couldn't keçmiş falan deyil. O tələyə düşməyin zəhmət olmasa. Mən burada was yazmışam deyə kenti silim. Elə bir şey etməyin. Bu bitmiş zamandır. İndiki və ya keçmiş zaman deyil. Bura kimi kimisə sualı varmı müəllimlər? Müəllimə, salam Bəli. bir daha. Mustn't have yoxdur da, düzdür? Ancaq must have var. Mustn't have verbi normalda var müəllimə. Normalda var. Elə can't have verbi-çə bərabərdir. Sadəcə olaraq testlərin içərisində yoxdur. Amma normalda var. Amma düşmür də, yəni belə deyək. Yox, O cür düşmür. Yox, o cür düşmür. Bəli. Bizdən Normalda mı? cümlədə məsələn mənim deduction istədi. Biz tərcüməsiz bu strukturu görüb götürə bilərik də, yəni. Bəli. Əgər sizdən choose the correct deduction misal üçün istəyirsə, bəli, must have verbi, can't have verbi, couldn't have verbi tapmanız kifayətdir. Yəni heç tərcümə etmədən də tapa bilərsiniz. Bəli. Okay. İndi isə müəllimlər keçirik növbəti qaydamıza. Növbəti qaydamızın adına deyirik possibility. Possibility. Possibility nə deməkdir? Possibility mümkünlük deməkdir. Ümumiyyətlə possible sözündəndir də. Possible. It possible deyil isə it may be ilə görürsüz daha çox uyğun gəlir. Buradan da bu qənaətə gəlirik ki, müəllimlər, bizə burada modal feillərimiz lazımdır ki, hansı ki may, might, can, bu arada bunun inkarı yoxdur və could. Have, verb. İndi mənə zəng edirsiniz. Zəng edirsiniz, baxırsınız ki, mən telefon zəngivizə cavab vermirəm. Və buradan da deyirsiniz ki, I think, I misal üçün guess, I consider, I suppose, bu kimi feillər. Baxın, mən düşünürəm, mən zənn edirəm, mən belə fikirləşirəm. In my opinion, mənim zənnimcə, she, misal üçün deyirəm də, she might have slept. O, yatmış ola bilər. Amma mən yatmış olmaya da bilərəm. Dərs keçmiş də ola bilib, sən zəngivə cavab verməyə bilərəm. Əlimdə işim də ola bilər. Ehtimaldır da. Yəni, bu mənim deməli fikrimdir. Bəlkə sənə görə başqa cürdür. Misal üçün deyirəm ki, gəlirsiniz, misal üçün deyirəm də, baxırsınız ki, mənim otağımın ışığı sönlüdür. Deyirsiniz ki, Salim əmə yatmış ola bilər. Bəlkə evdə yoxam, misal üçün deyirəm də. Bəlkə evdə yoxam deyə işığım sönlüdür. Yəni ki, bu bir ehtimaldır. Siz öz variantınızı deyirsiniz, bir başqası öz variantını deyər. Burada dəqiq bir şey yoxdur. Bu sadəcə olaraq belə deyək ki, sizin öz belə deyək fikrinizdir. Bu zamanda I thinkly, I suggestly, I believely, mən belə inanıram, mən belə fikirləşirəm, mən belə ən çox da in my opinion-dan istifadə olunur müəllimlər. In my opinion, I think, I suppose, I guess kimi feillərdən istifadə olunmuş olacaq. Gəlin buna da aid bir cümlə yazım, sadəcə olaraq nümunə. I called him, mən ona zəng etdim, but he didn't answer. Amma o cavab vermədi. Nasıl yedim, fikir verməyin. Answer. He may, can, fərqi yoxdur. Burada da can-dən deyək. He can have slept. O yatmış slept-ə baxın. Slept. O yatmış ola bilər. Yenə də deyirəm, I think, I suggest, I believe, suggest deyirəm, suppose, I believe, in my opinion kimi feillərdən istifadə etməyiniz lazım gələ bilər. Bu da oldu bizim possibility'miz müəllimlər. Bunun isə inkarı ümumiyyətlə yoxdur.
İndi isə mənə görə ən maraqlısını deyəcəm sizə. Burada isə diqqətli olun. Mən bunu həmişə deyəndə deyirlər müəllimə elə bir yanıltmac dediniz. Bunun adına deyirlər expectation. Expectation nə deməkdir? Gözlənti deməkdir. Bəli. Deməli müəllimlər, mən sizə bir şey tapşırmışam ki, 6 dənə cümlə vermişdim ki, baxın görün hansı passivdir, hansı passiv deyil. Doğrudan. Tam yerinə düşdü. Tam yerinə düşdü. Deməli 6 dənə sizə cümlə vermişdim ki, hansı passivdir, hansı passiv deyil. Amma siz baxmamışdınız. Baxmamışdınız, amma baxmalıydınız. Mən bunu sizdən expectation eləyirdim, gözləyirdim. Bir şey etməliydinsə, amma etməmisənsə must have verb 3-dən və should have verb 3-dən və ya ought to have verb 3-dən istifadə edirik. Müəllimlər, çox üzr istəyirəm sizdən, bircə saniyə. Hə, müəllimlər, üzrlü hesab edin, telefonuma zəng gəlmişdi, vacibi idi. Hə, expectation. Expectation nə idi? Should have verb 3, ought to have verb 3-dür. Burada isə yaxşı bir şey var. Sən bunu eləməlisən. Mən də sənə tapşırmışam ki, dur onu elə. Amma sən onu eləmirsən. Və mən səndən expectation edirəm ki, bax bunu eləməliydin, amma eləməmisən. Misal üçün deyirəm ki, I told you wash the dishes. Mən sənə demişdim ki, qabları yumalısan, yuyarsan. But you didn't. Amma sən etmədin. Müəllimə, üzrlü sayım. I told you bu kompleks object kimi getmir. I told you to wash the dishes. Yox, I told zət gəlmir deyə sadəcə olaraq belə gəldi. I told, mən dedim ki, you wash dishes. Mürəkkəb cümlə kompleks object kimi də başa düşə bilərsiniz. O zaman to ilə verməyimiz lazımdır. O zaman belə verməyimiz lazımdır. Bircə saniyə. Bəli. I told you to wash the dishes. Bəli, bayaqki kimi reported idi, hə? Bəli, bayaqki kimi reported speech kimi gedir. Bəli. O mürəkkəb cümlədir, bu sadə cümlədir. Fərqi yoxdur, eyni mənaya gəlib çıxır. But you didn't. Amma sən etmədin. You should və ya ought to heç bir fərqi yoxdur. You should have washed. Sən onları gərək yuyardın. Yumamısan, amma yumalıydın. Bir şey etməliydinsə, amma etməmisənsə, o zaman biz should have verb 3-dən ought to have verb 3-dən istifadə edirik müəllimlər. Bunlar arasında heç bir fərq yoxdur. Yəni ought da versən eyni şeydir, should da versən eyni şeydir. Yəni keçmiş zaman, indiki zaman məsələsinə yenə deyirəm, fikir vermirsiniz. Plusdakı müəllimlər, bunların əlbəttə ki, inkarı da var. Yəni should da deyə bilərsiniz, ought not da deyə bilərsiniz, inkarlarını düzəltməyiniz mümkündür. Amma ən gözəl inkar, bunların ən gözəl inkar variantı needn't-la verilir müəllimlər. Needn't
Ehtiyac Hə? yox idi bunu etməyə. Bəli. Dünənləri elə yerinə düşürdü. Dünən axşam biz yol gəlirdik. Yol gəldiyimiz müddətdə baxdıq ki, kişi bağını suluyur, amma həmin müddətdə də yağış yağırdı. Bir Amma həmin ehtiyac vaxt bu yox modal idi. feilin yerinə düşdü ki, you needn't have watered the flowers because the weather is rainy. Gülləri sulamamalıydın, ehtiyac yox idi. Çünki hava yağışlıdır. Deməli, bir şey etmisənsə, amma etməməliydinsə, needn't have verb 3-dən istifadə edirik. Təbii ki, shouldn't da demək olar, ought not da demək olar. Bir problem yoxdur, onu da versəz mümkündür. Amma ən gözəl Yəni variant bu təbii ki, özündən nedir? sonra keçmiş, özündən əvvəl keçmiş zaman tələb edir müəllim onda. Heç bir fərq yoxdur. Ümumiyyətlə, bunların zaman uzlaşması ilə heç bir aidiyyatı yoxdur. Yəni, istəsəz indiki ilə uzlaşdırın. Əsasən keçmiş sadə ilə uzlaşır. Çünki bir şey, belə deyək də, keçmişlə bağlı sənə example verirəm deyə ki, falan şey eləmişdin, amma gərək eləməyəydin. Misal üçün deyirəm də, yəni, keçmişlə daha məqsədə uyğun olur uzlaşması. Amma bu o Onun demək üçün deyil ki, dedim. yəni, Hə, məsələ təbii ki, keçmişlə təbii ki, example verdiyimə görə daha məqsədə uyğun olur keçmişlə uzlaşmaq. Amma bu o demək deyil ki, indiki ilə uzlaşa bilməz. Yəni elə bir qaydası da yoxdur təbii ki. Belə müəllimlər, bu oldu bizim nəyimiz? Bu oldu bizim perfect tense form of modalımız. Yalnız tərcümə ilə tapılır gördüyünüz kimi, qrammatik heç bir qaydamız yoxdur. Bir iki dənə də orada modal feil deməyək müəllimlər. Sadəcə olaraq testlərin içərisində var deyə mən də sizlərə məlumat vermək istəyirəm. Sadəcə olaraq sizin qrupunuza düzdür, digər əlavə dərsdə keçəndə demişəm, amma ola bilər də kimlərsə qoşulmayıb deyə indi sizə deyəcəm. İngilis dilində would rather deyilən bizim bir sözümüz var. Mənası nə deməkdir? Yaxşı olardı deyək də. Yaxşı olardı mı deyirik? Nəsə belə bir şey, üstün tuturam, yaxşı olardı, bax belə tərcümə olunur. Özündən sonra B infinitiv gəlir müəllimlər. Yəni, I would rather tutaq ki go. Amma özündən sonra başqa bir mübtəda da verə bilərsiniz. Tutaq ki, I would rather he, I would rather they, I would rather she, fərqi yoxdur. O zaman past simple və ya past perfect zaman forması gəlir özündən sonra. Deməli, özündən sonra başqa bir mübtəda. I would rather she went və ya I would rather she had gone. Bitmiş zamanda gələ bilər, keçmiş sadə zamanımızda gələ bilər. Bu əslində mood mövzusuna aiddir. Sadəcə olaraq modalın içərisində var deyə, dedim testlərin içərisində var deyə mən indidən sizlərə demiş olum. Bu da oldu müəllimlər bizim modal verb qaydamız. İnanmıram ki. Buyurun. Müəllim, burada deməli possibility-də də, expectation-da da bunlarda heç bir fərqi yoxdur da, hər hansı birini istifadə edə bilərik. Hamısı eyni mənadadır. Hamısı eyni mənaya gəlib çıxır. Sənə deduction-da biraz fərqli mənada. Bəli, təsdiq inkar məsələsinə görə. Bəli. Qalan hamısında, yəni eyni şeyə gəlib çıxır. Bunlar arasında heç bir fərq yoxdur. Bəli. Bizə də testdə verəndə yəqin bir variant verəcək. Təbii ki, bizə test verəndə tutaq ki, ya mən burada soruşub can't və ya couldn't da ayrı-ayrı da verə bilərmi? Xeyr, heç bir zaman verə bilməz. Yəni ikisi də eyni şeydir. Ya da must have verəcək, bir də couldn't have. Bəli, testlərdə ya must have verəcək, ya da couldn't have verəcək. Artıq təsdiqdirmi, inkardırmı siz özünüz baxacaqsınız. Günlərdə özümüz tərcümə edib tapmalıyıq. Possibility-də də yəni hamısını verməli deyil də, yəni Bəli, may versin, might versin, can versin və ya could versin. Bu mümkün deyil, axı hamısı düzgün variant olar. Bunlar arasında heç bir fərq yoxdur. Müəllimə deyir ki, qrupa test atmışam, müəllimə indi çatdırmayacağam. Növbəti 40 dəqiqəmizdə baxacaq. Çünki 1 dəqiqə vaxtımız qalıb, sonlanacaq dərsimiz. Növbəti 40 dəqiqəmizdə inşallah ki, testdə bu telefona da göndərim, baxıb sizə cavab verəcək. Okey, müəllimlər, 9 dəqiqədən sonra inşallah ki, qoşulacaqsınız dərsimizə. Həm testlərin izahını verəcəm, həm sözləri soruşacağam müəllimlər. Bu arada ev tapşırığınızı da verim ki, ev tapşırığınız oldu. Time-in kitabından modal verb'ün testləri. Time, modal verb. Okey müəllimlər, növbəti 40 dəqiqəmizdə görüşərik. 9 dəqiqədən sonra atacağım linki.